Elmi ədəbiyyat icmalı. Çoxunuz yazmısınız yəqin ki, hansısa bir inşa yazanda, elmi məqalə yazanda, review artikel yazanda, bunların hamısının ilk öncəsi ədəbiyyat icmalıdır. Gedirik və kəşfiyyat aparırıq öz sahəmizdə. Sonunda əldə etdiyimiz mövcud bilikləri ümumiləşdiririk və oradan artıq yol alırıq. Bu ümumi bir review article deyək də, reviewing eləyirik. Mövzuna baxılır ki, mövzu nədir? Hansı problemlər ortaya çıxır və bu problemlərin ümumi həlli necədir? Ya həlli qarşısında hansısa bir maneələr varmı və buradan sonra nəticələr çıxarılır. Və buna misal olaraq, yəni bir mövzu ortaya sürüb bu prosesdən keçirdə bilərsiniz. Tədqiqat sualını tərtib edirsiniz. Spesifik olaraq buradan çıxan maneələr və hansısa bir biz buna research gap deyirik. Yəni onlardan artıq irəli çıxardırsınız, hansısa bir fərziyyə ortaya çıxardırsınız yenə və artıq tədqiqat sualını tərtib edirsiniz.